Salam hörmətli abituriyentlər, Səfəvi dövləti 17-ci əsrin ikinci yarısında Şah II. Abbasın dövründə II. Abbas bütün əhaliyə diqqət və qayğı göstərirdi, rəiyyət və sənətkarların vergi borclarını ləğv etmişdi, əhalinin şikayətlərinə baxılması üçün ədalət divanı yaradılmışdı, xristian təbələrə qarşı münasibət də qənaətbəxş idi, hətta gürcü əyanları Səfəvi sarayında vəzifələr tuturdular. Və bu dövrdə bir də ən əhəmiyyətli hadisələrdən biri Səfəvi-Rusiya münaqişəsinin baş verməsi və onun dinc yolla həll edilməsidir. Münaqişə 1653-1662-ci illəri əhatə eləyir. Səbəb nə idi? Ruslar Terek çayı boyunca Səfəvi sərhədlərində qalalar tikirdilər. Şah II. Abbas xeyr ola deyəndə Ruslar qala tikməyə davam edirlər və ordu cəmləşdirirlər bura. Görüldü atırlar, yəni cavab vermirlər. Buna cavab olaraq Şah II. Abbas da Şirvan bəyləri bəyə, Xosrov bəyə təlimat verir ki, hücum elə və Rusların qalalarını dağıt. Buna müvafiq olaraq hücuma keçən Səfəvilər Rusları geri oturdular və onların qalalarını, Terek çayı boyunca olan qalalarını dağıdırlar. Şimali Qafqazda Səfəvlərin mövqeyi güclənir. Lakin Rusiyanın Səfəvilərlə toqquşa biləcək, müharibə apara biləcək potensialı o dövr üçün olmadığına görə Rus çarı Aleksey Mixayloviç dərhal II. Abbasla danışıqlara başlayır və gəl söhbəti böyütməyək deyir və 1662-ci ildə bu məsələ sülh yolu ilə qaydasına qoyulurdu, yəni dinc yolla həll edilir. Şah Süleyman dövrünə gəldikdə 1666-1694-cü illərdə hakimiyyətdə olur. O, Rus tacirlərinə xüsusi ehtiram göstərilməsini tapşırır, yerli hakimlərə. Səfəvi və Rusiya münaqişəsinin tam nizama salınması da onun dövrüdür. Yəni tam nizama salınır və tərəflər arasında müqavilələr imzalanır. Məsələn, 1667-ci ildə bunların arasında ticarət müqaviləsi imzalanır. Ticarət müqaviləsinə əsasən Rus tacirlərinə Azərbaycanda gömrüksüz ticarət etmək hüququ verilir. Niyə? Çünki Böyük İpək yolu öz əhəmiyyətini itirib və biz məhsullarımızı Avropaya daşıya bilmirik. Yəni, tacirlər bizim ərazimizdən keçirdilər də, dünya tacirləri. Artıq bu yoldan istifadə eləmirlər deyənə. Dolayısıyla bizim məhsullarımız da dünya bazarlarına çıxmır. Rusiya vasitəsilə biz Avropaya çıxa bilərik. Çünki Rus tacirlərinin Avropa ilə əlaqələri var. Ona görə də biz gərək Rus tacirlərini gömrükdən azad eləyək ki, onlar üçün Azərbaycan cəlbedici görünsün, qazanc mənbəyi kimi görünsün. Onlar gəlsinlər bizdən alsınlar, aparsınlar Avropada satsınlar və beləliklə bizim məhsullarımız Avropaya çıxsın. Məhz ona görə də 1667-ci ildə Rusiya ilə ticarət müqaviləsi imzalanır. Ruslara da bu sərf eləyirdi. Azərbaycan məhsullarını heç bir gömrük haqqı ödəmədən alırdılar. Üstünə pulun qoyub satırdılar. Və bir də Şah Süleyman dövründə Don Kazaklarının qarətçi yürüşləri var. Don Kazakları qarətçi kəndlilərdir. Qarətçi Rus kəndliləri. Don Kazakları. Və bunların başçısı Stepan Razin idi. Stepan Razinin başçılığı altında bunlar Xəzər sahilə əyalətləri hücumlar eləyirlər, qarətlər və qətillər törədirlər. Baxmayaraq ki, bunlar Rusiyadan gəlirdilər, Rus idilər. Amma Rusiya özü də bunun əleyhinə idi, çünki Rusiyanın ticarətinə də ziyan vururdular. Səfəvi dövləti ilə Rusiyanın birlikdə təşəbbüsü ilə Stepan Razinin quldur dəstəsinin qarşısı alınır və onların hərəkatı yatırılır. Stepan Razin də edam edilir.